Hörmətli xanımlar və xanımlar, yenə də sabahınız xeyir. Doğrudan da bütün bu titullardan sonra və natiqlərdən sonra danışmaq olduqca çətindir. Çünki mənim həmkarlarım bugünkü tədbir üçün mənə çıxış hazır ediblər. Ancaq dediyim kimi bugünkü Tatyana xanımın çıxışından sonra, gözəl musiqilərdən sonra, hörmətli İcran xanımın çıxışından sonra, hörmətli Orxan müəllimin çıxışından sonra yəqin çıxışım üzrə danışmaq çox maraqsız və çox quru olacaq. Ustad dedilər mənə, yəni ki, doğrudan da çox maraqlı bir epitetdə, ancaq mən düşünürəm ki, doğrudan da biz Azpromo olaraq fəaliyyətimizdə çalışırıq. Bütün sahibkarlarımıza ixracın təşviqində investisiyaların cəlb olunmasına dəstək olaq və təbii ki, burada məxsusi olaraq qadın sahibkarlarımıza dəstək bizim üçün prioritet məsələlərdən biridir. Bu bizim üçün doğrudan da çox qürur vericidir. Fəaliyyətimiz əsasən dediyim kimi bizim adımızdan da bəlli olduğu kimi ixracın təşviqidir və investisiyaların cəlbidir. İxracın təşviqində möhtərəm cənab prezidentimizin 2016-cı ildə Made in Azərbaycan brendinin təşviqi ilə bağlı imzaladığı fərman çərçivəsində mexanizmlərdir. Mexanizmlərdə burada iştirak edən bəzi sahibkar xanımlar yararlanıb. Bu ixrac missiyaları, idxal missiyalarıdır. Xarici ölkələrdə təşkil olunan sərgilərdir. Eyni zamanda sertifikatların, beynəlxalq sertifikatların verilməsi və digər mexanizmlərdir ki, hansı ki bizim ixracatçılarımıza imkan yaradır ki, onlar məhsullarını xarici bazara ixrac eləsin. Məlumat üçün demək istəyərdim ki, 2025-ci ildə biz yeni bir mexanizm tətbiq edəcəyik. Burada xarici bazarlara çıxış zamanı logistikanın subsidiyasıdır. Bugünkü dünyada logistika ilə bağlı problemlər düşünürəm ki, hər kəs bilir və o mexanizm, o subsidiya mexanizmi düşünürük ki, ixracımızın artımında çox böyük bir dəstək olacaqdır. İnvestisiyaların cəlbi bizim üçün prioritet məsələlərdən biridir və biz investisiya kataloqlarımızda və ümumiyyətlə bütün mövcud olan platformalarımızda qadın sahibkarların, qadın investorların layihələri ilə bağlı mütəmadi tədbirlər və təqdimatlar edirik. Ancaq mən düşünürəm ki, müəyyən bir işlər daha da geniş bir formada aparılmalıdır. Burada mənim müəlliməm oturub və sözün əsl mənasında o mənim müəlliməm olub. Yəni sözün əsl mənasında həm mənə dərs deyib, həm eyni zamanda tək qadınlara yox, kişilərə də inanıb və bizlərə də dəstək olub İcran xanım və mən ayrıca təşəkkür etmək istəyirəm və təbii ki, hər zaman İcran xanım, çox sağ olun. Sizin qarşısında danışanda həmişə həyəcanlıyam ki, görəsən hansı qiyməti verəcəksiniz mənə, hələ də o hisslər məndə qalıb. Mən, bilirsiniz, Azpromo eyni zamanda ixrac və investisiyadan əlavə tədbirlərin təşkili ilə məşğuldur və beynəlxalq tədbirlər həm ölkədən, xarici ölkələrdə, eyni zamanda Azərbaycanda fərqli tədbirlər təşkil edirik, biznes forumlar, dəyərmi masalar və mən məlumat üçün demək istəyərdim ki, cari ilin iyun ayında biz Azərbaycanda ilk beynəlxalq investisiya forumun təşkil edəcəyik. Sibriz bizim əsas partnyordur və bu tədbir Sibrizdə keçiriləcək və fürsətdən istifadə edib iyun ayında olacaq birinci qlobal, biz böyük, ciddi adlar gözləyirik o forumda. Açıqlamanı bu yaxınlarda verəcəyik mətbuat vasitəsilə. Düşünürəm ki, yəni hər birinizi orada görməkdən biz məmnun olarıq və şad olarıq. Dediyim kimi, tədbirlər çoxdur və mən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, məhz bu möhtəşəm zalda Ulu Öndərin adını daşıyan mərkəzdə biz həddindən artıq çoxlu tədbirlər keçirmişik.
forumlar, konferanslar dostum, qardaşım, hörmətli Orxan müəllimlə bərabər biz bunu çox eləmişik və bu yaxınlarda burada möhtərəm cənab prezidentin iştirakı ilə, İran Respublikasının prezidentinin iştirakı ilə biznes forumu olub. Yəni mütəmadi biz görüşlər keçiririk. Ancaq işıq gözümə düşsə də mən zalı kifayət qədər yaxşı görməsəm də orta görürəm. Sizə tam səmimi deyə bilərəm ki, burada təşkil elədiyimiz tədbirlərdə hələ belə gözəl göyçək auditoriya olmayıb. Çox sağ olun. Mən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm və bunu hər zaman qürurla deyirəm ki, Azpromoda əməkdaşlarımızın təxmini 40%-i xanımdır. Və çox sağ olun. Və həmin 40% xanım əməkdaşlarımızın 40%-i rəhbər xanımlardır. Bu da bizim üçün çox önəmli məsələdir. Azpromoda 4 müşavir çalışır. O 4 müşavirin 50%-i xanımdır. Və o xanımlardan biri bugün bu konqresdə iştirak edəcək və Azpromo haqqında, fəaliyyətimiz haqqında daha da çox məlumatları təqdim edəcək. Mən vaxtınızı çox almaq istəmirəm. Düşünürəm ki, Tatyana xanıma mən böyük təşəkkürümü etmək istəyirəm ki, doğrudan da çox möhtəşəm bir təşəbbüsdür və dəvətə görə təbii ki, mən təşəkkür edirəm. O çıxışında bəzi məsələlərə istinad verdi. Kişi mi, qadın mı, ağıllıdır, kim ağıllı? Təbii ki, xanımlar daha ağıllıdır, daha güclüdür. Yəni, mən düşünürəm ki, heç bunu sorğulamağa ehtiyac yoxdur. Bu bir faktdır. Yəni, biz bunu həyatımızda görürük və mənim həyatımda olan xanımlar, yəni anamdan başlayaraq, bacımdan başlayaraq və digər mənə dəstək olan, yaxın olan xanımların mən düşünürəm ki, doğrudan da onlar güclü olmasaydı, yəqin bugün mən də bu səhnədə durmazdı və mən buna tam səmimi qəlbdən deyib, səmimi qəlbdən inanıram. Məşhur deyimdə ki, hər bir güclü kişinin arxasında xanım durur. Mən səmimi buna inanıram ki, kişilərdir xanımların arxasında duran və xanımlar bizdən güclüdür. Yəni, mən heç o deyimi sevmirəm. Onlar nəinki bizim yanımızdadılar, hətta bir addım bizdən öndədirlər. Mən burada olan xanımlara, təbii ki, bəylərə, başda dostum, qardaşım Orxan müəllim olmaqla, mən cənab səfiri də görürəm, cənab səfir də gəlib, xoş gəlmişsiniz cənab səfir. Hər birinizə uğurlar arzu edirəm və təbii ki, sağlam olasınız. Sağlamlıq və uğur. Yəni, sağlamlıq olur, amma uğurlar da lazımdır ki, insan uğurlu olsun, şanslı olsun, həyat ona gözəl bəxşişlər versin. Bir daha diqqətiniz və dəstəyiniz və dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.